Pas və Qol YouTube kanalından Hamiyə salam. Bu videomuzda Azərbaycan futbolunun ən köklü və məşhur klublarından biri olan Neftçinin son dövrlərdə yaşadığı çöküşün səbəblərini tapmağa çalışacağıq. Neftçi illərdir ölkə futbolunun zirvəsində idi. Amma son illərdə komandanın düşüşü azarkeşlərini təəccübləndirdi. Bəs bu çöküşün arxasında nələr dayanır? Bu səbəbləri daha yaxşı araşdırmaq üçün Neftçinin tarixinə də göz gəzdirməli oldum. Və ortaya çıxanlar əminəm ki, sizləri də təəccübləndirəcək. Videonun uzun olmaması üçün SSR dövrü və müstəqillik dövründən sonraki illər olaraq videonu 2 hissəyə bölmə qərarına gəldim. Hazırsaq keçid edək videoya. Kanala abunə olub videoları bəyənməyi unutmayın. 1936-cı ilin mayında SSR Xalq Komissarları Sovet idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Və bu qərara əsasən Balaxanı Futbolçular Dərnəyi və Tərəqqi adı altında çıxış etmiş Lenineft neft çıxarma idarəsinin komandası Neftçianik adı altında birləşərək Neftçi klubunun təməllərini atır. Neftçi klubunun doğma rəngləri ağ-qara hesab olunur. Klub yarandığı 1937-ci ildən etibarən əsas forma rəngi kimi qara rəngdən istifadə edirdi. Amma 50-ci illərdə klubun formasına ağ rəngdə əlavə edildi. Azərbaycan bütün ittifaqda neft qədər pambıq bitkisi ilə də tanınırdı. Bu səbəbdən həm qara qızıl, həm də ağ qızılın rəngləri klubun formasında əks olunurdu. İlk loqoda üzərində Kiril əlifbası ilə yazılmış N hərfinin arxa planında neft buruğu əks olunur. İlk rəsmi oyununda İrəvan təmsilçisi Dinamonu məğlub edən Neftçianik SSR Kubok uğrunda yarışlarda 16-da 1 final mərhələsinə qədər irəliləyə bilir. Qatıldığı ilk SSR çempionatı isə komandamız üçün daha uğursuz olur. Q qrupunda mübarizə aparan Xalq komandası 12 iştirakçı arasında yalnız 11-ci olur. Düşünmək olardı ki, növbəti cəhddə bu uğursuzluğun əvəzi çıxılacaq. Amma yeni mövsümdən SSR çempionatının reqlamenti dəyişdirilir. Ölkə birinciliyi ustalardan ibarət nümunəvi komandaların yarışı adı altında keçirilir və Neftçianika həmin ustaların yarışında yer tapılmır. Azərbaycanı həmin yarışda temp təmsil etdiyindən Neftçianik yalnız SSR Kubok uğrunda yarışın Bakı zonasına qatılmaqla kifayətlənməli olur. Kubokda isə uzağa getmək mümkün olmur. 64-də 1 finalda komandanın qarşısını Paytaxt Lokomotivi kəsir. Növbəti illərdə Neftçianik daha çox respublika daxili turnirlərə qatılır. Müharibə illəri digər sahələrdə olduğu kimi futbol sahəsində də durğunluq yaradır. Müharibənin başa çatması bütün SSR-də ictimai-sosial həyatı canlandırdı. Bu prosesdən Azərbaycan da kənar qala bilməzdi. Artıq növbəti il Neftçianik SSR çempionatının 2-ci cənub yarımqrupunda çıxış etməyə başlayır. Bir il sonra isə təkcə Azərbaycanın deyil, ümumiyyətlə SSR-nin dahi futbolçularından sayılan Ələkbər Məmmədov Neftçianikin heyətində debüt edir. 1948-ci ildə Azərbaycan komandasının güclülər dəstəsində iştirakı gözlənilsə də, müxtəlif səbəblərdən, o cümlədən komandanın öz zonasında 4-cü pillədən yuxarı qalxa bilməməsinə görə bu baş tutmur. Uzun illərdən bəri gözlənilən islahatlar 1949-cu ildə keçirilməyə başlayır. Belə ki, Ümumİttifaq futbol bölməsinin plenumunda verilən qərara əsasən 5 komanda 1-ci qrupa əlavə edilir. Bu qərarın əsas məqsədi bütün respublikaların təmsilçilərinin SSR çempionatının güclülər dəstəsində iştirakını təmin etmək idi. Həmin 5 komandanın arasında Ukraynanın Lokomotiv və Şaxtyor, Riqanın Daugava, Ermənistanın Dinamo komandaları ilə yanaşı Azərbaycanın Neftçianiki də var idi. Komandamızın güclülər dəstəsindəki ilk oyunu o vaxtlar Lenin adına olan stadionda baş tutur. Moskvanın hərbi hava qüvvətlərinə qarşı keçirilən qarşılaşmanın son dəqiqələrində Anoşkinin vurduğu qol Neftçianikin yeni tarixinin başlanğıcı idi. 5 turdan sonra ilk pillələrdə qərarlaşan Azərbaycan komandası uğurlarının davamını gətirməyi bacarmır və mövsüm sonunda 18 iştirakçı arasında 14-cü olur. 2 il güclülər dəstəsində çıxış edən Neftçianik heç cür orada möhkəmlənə, çempionatın iddialılarından birinə çevrilməyi bacarmır. Bütün bunların məntiqi nəticəsi kimi 1951-ci ildə Neftçianik elitanı tərk edir və B sinifinin iştirakçıları sırasına qatılır. Həmin illərdə komandamızın əsas problemlərindən biri heyətdə qeyri-millətlərin üstünlük təşkil etməsi idi. Belə də az-çox istedadlı olanlar parlamağa başlayan kimi Moskvanın yaxud da Rusiyanın digər şəhərlərinin komandalarına üst tuturdular və belə də Neftçianik hər şeyi sıfırdan başlamalı olurdu. 51-ci ildən başlayan B sinifi mübarizəsi düz 8 il davam edir. Bütün bu illəri Neftçianik üçün itirilmiş illər saya bilərik. Məhz həmin dövrlərdə komanda möhkəmlənməyə, öz yetirmələri hesabına SSR-də məşhurlaşan rəqiblər arasında boy göstərməkdə çətinlik çəkirdi. 1959-cu ildə komandanın nəticələrinin getdikcə pisləşməsi Respublika İdman Komitəsinin rəhbərlərini hərəkətə getirir və Neftçianikdə böyük kadr dəyişikliyi başlanır. Komandaya Konstantin Kuznetsov baş məşqçi gətirilir. Müxtəlif illərdə Neftçianikin heyətində parlamağı bacarmış veteranlarla yanaşı, istedadı ilə seçilən yerli gənclər də komandaya cəlb olunur. 1960-cı ildə yenidən bəxt komandamızın üzünə gülür.
SSR Futbol Federasiyasının islahatları sayesinde Neftianik tarixində ikinci dəfə A sinifində, yəni elitada oynamaq hüququ qazanır. Növbəti ildən isə Respublika rəhbərliyi Neftianiki ilk pillələrdə görmək üçün işə daha da ciddi yanaşmağa başlayır və həmin uğur gec də olsa gəlir. Futbol tariximizin qızıl səhifəsi 1966-cı ildə yazılır. Həmin il Neftçi birinci və sonuncu dəfə SSR çempionatının mükafatçıları sırasına adını yazdırmağı bacarır. Noyabrın 30-da Lenin adına Respublika stadionuna toplaşan 45 min tamaşaçı Moskva Spartak üzərində tarixi qələbənin şahidi olur. Neftçi bürünc medalları qazanmağa əsas iddiaçı olan rəqibini Banişevskinin dublu və Markarovun 60-cı dəqiqədə vurduğu qol sayəsində 3-0 hesabı ilə məğlub etməyi bacarır. Bu isə 18 komandanın mübarizə apardığı SSR çempionatında 3-cü pillənin həm də bürünc medalların Neftçiyə məxsus olacağının rəsmiləşməsi idi. Tarixi qələbə və bürünc medallar Azərbaycanda futbolun təbliğinə, inkişafına böyük töhfə versə də, böyük uğurun davamı gəlmədi. Bunun üçün yetərincə potensial olsa belə, həlledici məqamlarda Moskva klublarının bir-birləri ilə pərdəarxası oyunlara getməsi, Rusiyalı hakimlərin Azərbaycan komandasına göstərdiyi qərəzli münasibət Neftianikin SSR çempionatındakı yolunu kifayət qədər enişli yoxuşda etdi. 50-ci ilin ortalarından etibarən Azərbaycanlılar öz doğma klublarını Neftçi adlandırmağa başlasalar da, bunun rəsmiləşməsi yalnız 1968-ci ildə mümkün olur. Məhz bu ad dəyişməsi SSR rəhbərliyində, xüsusən də Neft Sənayesi Nazirliyində narazılıqlara, komandaya qarşı soyuqluq yaranmasına bəhanə verdi. Komandaya maliyyənin ayrılması məhz mərkəzdən gələn göstərişlə xeyli azaldıldı ki, bu da nəticələrdə özünü göstərməyə başladı. Təsadüfi deyil ki, artıq 1973-cü ildə Neftçi güclülər dəstəsini tərk etdi. Aşağı dəstədə mübarizə aparmağa başladı. Elitaya qayıdış bir də 1977-ci ildə mümkün oldu. Neftçi 11 il sonra 1988-ci ildə yenidən güclülər dəstəsi sırasından ayrıldı və bir daha oraya qayıda bilmədi. SSR çempionatının bürünc medallarına sahib çıxan Neftçi 1967, 1968, 1970 və 1971-ci illərdə Kubokun yarımfinalına qədər irəliləməyi bacarsa da, final arzusu heç cürə reallaşa bilməyib. Xatırlatma olaraq da deyim ki, növbəti videomuzda Neftçinin müstəqillik dövründən sonraki tarixinə və son illərdə yaşadığı çöküşə göz gəzdirəcəyik. Kanala abunə olub videoları bəyənməyi unutmayın.